Hello everyone. Salam hər kəsə. Bugünkü dərsimiz yeni 6-cı sinif dərsliyindəndir. Unit 2, Lesson, Language in Context. Exercise 1, tapşırıq 1. Copy the table in your notebook and complete with the sentence from the TV program. Cədvəli dəftərinizdə qeyd edin və cümlələri televizor verilişindən olan cümlələrlə tamamlayın. Use the words phrase below. Aşağıdakı söz və ifadələrdən istifadə edin. Why don't I? Niyə mən yox? Let's. Gəlin edək mənasına. How about? Nə düşünürsən? Making suggestion and responding. Təklif irəli sürmək və cavablamaq. İlk öncə bizim Çəhrayı xanamıza bizə qeyd verilib, onu nəzər salaq. Remember to use the ing form of the verb after how about, what about. Bizə xatırladır ki, how about və yaxud da what about-dan sonra gələn feilə ing əlavə etməyi unutmayın. Yəni ing şəkilçisi əlavə etməyi unutmayın. Bizə verilən sözlər, ifadələr yuxarıdakıları biz boşluqlara qeyd etməliyik. Birinci boşluğa olacaq how about making a Korean dish? Kore yeməyi bişirməyə nə deyirsən? Yəni nə fikirləşirsən? Cavab olaraq great idea, əla fikirdir və yaxud da will, yaxşı. I prefer Mexican food. Mən Meksika yeməyin üstünlük verirəm. Yəni, qara ilə yazılmışlardan birini qeyd edə bilərsiniz. İkinci boşluqda let's make Sin San Can. Gəl bunu düzəldək. Yəni, yeməyin adını qeyd edir. Good idea. Yaxşı fikir. Yəni, ikinci boşluğa let's olacaq. 3-ə cut the fish. Yəni, why don't I cut the fish? Niyə mən balığı kəsməyin? Sure, əlbəttə. Don't worry, narahat olma kimi ifadələrdən istifadə edə bilərik. I can do that. Mən onu edə bilərəm. Gəlin boşluğa bizə verilən sözləri yerləşdirək. Sizə rahat olması üçün qeyd etdim. Birinci boşluğa how about, ikinci let's, üçüncü why don't I ifadələrini yerləşdiririk. İkinci tapşırığa baxırıq. Write suggestion in your notebook. Öz dəftərinizə təkliflər qeyd edin. Use the words phrase. İfadələrdən və sözlərdən istifadə edin. Mən sizə rahat olması üçün sağ tərəfdə qeyd etmişəm. Let's have lunch together. Gəlin birlikdə nahar edək. How about having pizza for dinner? Nahar üçün pizzaya nə deyirsiniz? Yəni təklif kimi deyir ki, nə fikirləşirsiniz? 3-də why don't cut some carrots for a salad? Niyə salad üçün bir neçə yerkökü kəsməyək? 4-də let's make eggs for breakfast. Gəlin səhər yeməyi üçün yumurta hazırlayaq. 5-də how about doing homework together? Birlikdə ev tapşırığı etməyə nə deyirsiniz? 6-da let's play volleyball after school. Gəlin məktəbdən sonra voleybol oynayaq. Yəni uşaqlar ifadələr bu formada yerləşdirəcəyik. 3-ə baxırıq. Look at the words in bold in sentence from the TV program. Televizor verilişindən olan qara ilə yazılmış sözlərə diqqət edin. Then copy the table in your notebook and complete with correct object pronouns. Və cədvəli dəftərinizdə qeyd edin. Obyekt əvəzliyi ilə boşluqları tamamlayın. Yəni uşaqlar, ilk öncə obyekt əvəzliyinə də biz ona nəzər salaq. Şəxs əvəzliklər bildiyiniz kimi I, you, he, she, it, we, you, they. Yəni, özündən sonra xəbər tələb edir. Obyekt əvəzliyi isə uşaqlar me, you, him, her, it, us, them. Yəni, məni mənə, səni sənə, sizi sizə, onu ona kişi cinsində, onu ona qadın cinsində, it, onu ona cansız, eyni zamanda insan olmayan anlayış, us, bizi bizə, them, onları kimi ifadə olunur. Və yadınıza saxlayın, obyekt əvəzi cümlənin mübtədası olmur, tamamlıq rolunda çıxış edir. Ona görə burada qeyd olunub ki, obyekt əvəzindən əvvəl söz önü və xəbər istifadə olunur. İndi burada bizə müqayisə olaraq verilib ki, I şəxs əvəzidir, adlı halındadır, me obyekt. You ikisi də eynidir. He adlı halda, him obyekt. She adlı halda, her obyekt olacaq. Sizə rahat olması üçün qeyd edirəm. It insan olmayan anlayış, istəyir adlıq, istəyir obyektdə də eyni formada qeyd olunur. We adlıqda, us obyektdə,
They adlıqda them obyektə istifadə olunur. İşləmə yerlərinə də baxa bilərsiniz uşaqlar. I cümlənin mübtədasıdır, özündən sonra feil tələb edir. Me obyektdir, özündən qabaq feil tələb edir. Bunlara nəzər salarsınız. 4-cü tapşırığa baxırıq. Replace the word in bold with an object pronoun in your notebook. Burada uşaqlar bizə deyir ki, qarayla yazılmış sözləri obyekt əvəzliyi ilə əvəz edin. Yəni burada bizə qarayla yazılmış sözlər master cook itlə əvəz olunub. Can you cut the carrots? Yer kökü. Yer köklər burada cəm olduğuna görə them əlavə edəcəyik. 3-ə baxırıq. James insan adı olduğuna görə, kişi olduğuna görə him olacaq. 4-də Olivia and James they anlayışıdır, olacaq them. 5-də you and Bruno. Sən və Bruno olursunuz siz you kimi. 6-da Amelia qadındır və artıq her kimi qeyd edəcəyik. Sizə rahat olması üçün qeyd edirəm. Sizə rahat olması üçün qeyd etdim. Cəm olanda zemlə əvəz edirik. Tək olanda qadın kişi anlayışıdırsa, təbii ki, qarşısındakına uyğun qadın adıdırsa, burada her qoyuruq, kişi adıdırsa him qoyuruq. Bunlara diqqət edərsiniz. Use it, istifadə et. Work in pairs, cütlərlə işləyin. Take turns to make the suggestion in exercise to and respond to them. Uşaqlar, təklifləri tapşırıq 2 kimi bu formada edin və onlara cavablandırın. Məsələn, let's have lunch together. Gəlin birlikdə nahar edək. Great idea, əla fikirdir kimi cavablar verə bilərsiniz. Belə uşaqlar, dərsimiz bu qədər. İnşallah ki, izahım aydın olar. Hər hansı bir çətinliyinin sualınız olarsa, mütləq rəy bölməsində qeyd edin. Videonu bəyənib abunə olmağı da unutmayın. See you next lessons. Növbəti dərslərdə görüşənədək.